Bismillahirrahmanirrahim deməli Yazid ibn Muaviyyənin xilafəti 60-cı ildən 64-cü ilə kimi 4 il deməli xəlifəlik edib. Və hicrətin 60-cı ilində Yazidə beyət edilib. Və kənə umruhu 34. O vaxt onun yaşı 34 idi. وَلَمْ يُبَيَّعَ الْحُسَيْنِ بْنِ عَلِي وَلَا عَبْدُ اللّٰهِ بْنِ زُبَيْرِ وَكَانَ فِي الْمَد۪ينَ Hüseyin ibn Ali və Abdullah ibn Zübeyir beyyət etmədilər. Və onların ikisi də Mədinədə idilər. وَلَمَّا طُلِبَ مِنْهُمَا أَنْ يُبَيَّعَ لِيَزِيدِ قَالَ عَبْدُ اللّٰهِ ibn Zübeyir Nəhə ki, onların ikisindən tələb edildi ki, Yazidə beyyət edilsin. O dedi ki, Abdullah ibn Zübeyir unzur hədi leylə və anzur hədi leylə və uxbirukum bir ayə. Yəni, bu gecəli fikirləşim, rəyimi sizə söyləyəcəyəm. Fəqalu, naam, fələmmə kən ləy xaricə minəl Mədinə həribən ilə Məkkətə və ləm yübəyə. Amma gecə olduqda isə o Mədinədən qaçaraq Məkkəyə tərəf çıxdı və beyyət eləmədi. Və ləmmə ciyə bil Hüseyin ibn Ali və qil ləhu bəyə qal. Amma Hüseyin ibn Ali'yə gəldikdə isə ona deyildi ki, beyət et. O dedi ki, inni lə ubəyü sirran və ləkin ubəyü cəhlən beynən nəs. Mən də gizli beyət etməyəcəyəm. Mən açıq, aşkar insanların arasında beyət edəcəyəm. Qalunam, dedilər ki, bəli. Ona məkən lə xaracə xalfə Abdullah ibn Zübeyir. Və gecə olduğu zaman o da Abdullah ibn Zübeyrin arxasınca çıxdı. Sonra yeni başlıq açır, deyir ki, İraq əhli Hüseyinə məktub göndərir. Bələğə əhlül İraq ənəl Hüseyin ləm yübəyyəl Yazid ibn Muaviyyə və hum lə yuridunə Yazid ibn Muaviyyə. İraq əhlinə çatdı ki, Hüseyin Yazidə, radiyallahu anh, Yazidə beyət etməyib, onlar Yazidi istəmirdilər. Bəl və lə yuridun Muaviyyə, hətta Muaviyyəni istəmirdilər. Lə yuridun illə Aliyyən və avladur. Əlini və yalnız onun uşaqlarını istəyirlər. Fəarsəl kutub ilə Hüseyin ibn Ali kulluhum yəqulun fi kutubihim. Onlar deyir, Hüseyinə radiyallahu anhə məktublar göndərdilər və deyirdilər ki, məktublarında İnnə nübəyyikə və lə nuri illə əntə. Biz yalnız sən beyət edirik, səndən başqasını istəmirik. Və leysə fi unuqinə beyətən li Yazid və bizim boynumuzda Yazid üçün heç bir beyət yoxdur. Bəlil beyətü ləkə, beyət sənədir. Və təkətərətü kutub aləl Hüseyin ibn Ali həttə bələd əksər min 500 kitabin kullihə cəət min əhli Kufə yəd'unəhu iləyhin. Artıq məktublar olduqca çoxaldı və 500 məktubdan daha çox və Kufə əhli bu məktublarda Hüseyni çağırırdılar. Radiyallahu anh. Öndə dəlikə arsələ Hüseyin ibn Ali ibn ammihi Muslim ibn Aqil. Və bu zaman Hüseyin ibn Ali, yəni Hüseyin radiyallahu anhu, əmsi oğlunu Müslim ibn Aqili, İbn Əbi Talibi göndərir ora. Litəqassil umur hunəkə və liyərəf həqiqətəl əmr və cəliyyətəhu. Yəni, orada işləri əhatə etsin və yəni, işin həqiqətini bilməsi üçün. فلما وصل مسلم بن عقيل كوفة صار يسأل حتى علم أن الناس هناك لا يريدون Yazid bəl Hüseyin. Və ora çıxanda artıq ona bəlli oldu ki, insanlar Yazidi istəmirlər, əksinə Hüseyini istəyirlər. Və nəzələ ində Hani ibn Urva, Hani ibn Urvanın yanında o qonaq qaldı. Və cəən nəs, insanlar gəldilər dəstə-dəstə və tək-tək də yübəyyunə Müslim ibn Aqil alə beyət Hüseyin və Hüseynin beyyəti üçün Müslim ibn Aqilə beyyət edirlər. Əcməin fətəmmətül beyyə və bununla beyyət tamamlandı. Və kənə Nu'man ibn Bəşir əmirən aləl Kufə. Nu'man ibn Bəşir Kufənin əmri idi. Min qibel Yazid ibn Muaviyyə tərəfindən, Yazid tərəfindən. Fələmmə bələqəl əmr ənə Müslim ibn Aqil beynə zahraneyhim və ənə yətihin nəs. Və işləndə ki, Müslim ibn Aqil, kimin Müslim ibn Aqil? Əmisi oğlu Hüseynin və orada öz arasında, onlar arasında onun yanına cəmaat gəlir, ona beyyət edir. Azhara kənə ləm yəsmə şeyən və ləm yə'bə bil əmr. Elə bir ki, məhəl qoymadı, elə bir ki, heç nə eşitməyib. Həttə xarəcə bə'dullədinə indəvə ilə Yazid fişşən və əxbəruhu bil əmr. Və onun yanında olanlar Yazidin yanına getdilər Şama və məsələni ona çatdırdılar. Və ənə muslimə yübəyyuhun nəs və ənə Nu'man ibn Bəşir qeyru muqtəris bihədəl əmr. Və dedilər ki, Müslim Aqilə cəmaat beyyət edir və Nu'man da buna məhəl qoymur. Fəəmərə Yazid bi azl Nu'man ibn Bəşir. Və Yazid deyir ki, əmr etdi ki, Nu'man ibn Bəşir yəni istifa edilsin. Və arsələ Ubeydullah ibn Ziyadı Kufəyə əmr olaraq göndərdi. Ubeydullah ibn Ziyadı.
Və kənə əmrin o bəstənin əmri idi. Fədammə ləhul Kufə, Kufəni də onun üçün cəm etdi. Liyualci hədə bu məsələni müalicə etmək üçün. Və vasala Ubeydullah ibn Ziyad leylən iləl Kufə və gecə ikən Ubeydullah ibn Ziyad Küfəyə çatdı, mütələssimən üzünü örtərək. Fəkən əndəmə yəmur alən-nəs yüsəllim aleyhim, insanlar yanına keçəndə onlara salam verirdi. Yəqulunə və aleykəssələm, deyirlər ki, aleykəssələm, yə İbn binti Rasulillah, ey Peyğəmbərin qızının oğlu, yazılunun ənəvul Hüseyin və eləcən edirlər ki, o Hüseyindir. Və ənəvə dəxələ mütəxəffiyən mütələssimən leylən və o gizli şəkildə daxil olmuşdur. Fəalim Ubeydullah ibn Ziyad ənəl əmrə ciddun. Ubeydullah ibn Ziyad yəni artıq bildi ki, məsələ ciddidir və insanlar Hüseyni gözləyirlər. Əndə dəlikə dəxələl qasr, summa arsəl məvlə ləhu ismuhu Ma'qil yətəqassil əmr və ya'rifə minəl rəs əl-müdəbbirə fi hədil məsələ. Bu zaman o öz qəsrinə daxil oldu, sonra mövlasından birisini, Ma'qil adında birisini iş məsələni öyrənmək üçün, bu işi idarə edən kimdir, bunu öyrənmək üçün göndərdi. Fədəhəbə alə أنه رجل من حمص وأنه جاء ب3000 دينار لمساندة الحسين رضي الله عنه فصار يسأل حتى دل على دار هاني بن عروة. Yəni, axırda o əmisi oğlunun, Hüseynin əmisi oğlunun qaldığı yer ona göstərildi. Fədəxə və vəcədə muslim aqli, orada muslim aqli gördü. O bəyahu atahu 3000 dinar və ona 3000 dinar verdi. Və sonra يتردد أيام حتى عرف ما عنده ورجع بعد ذلك إلى عبيد الله بن زياد وأخبره الخبر. يختسم. Xruc Hüseyn radiyallahu anhu min Məkkədən ilə Küfə. Bundan sonra Hüseyn radiyallahu anhun Məkkədən Küfəyə çıxması. Badən istiqarat umur və bəyə kəsir minən nəs li muslimin aqil arsələ ilə Hüseyn ən əqdim fə innəl əmrə qad təhiyyə. Yəni, orada işlər bərqərar olduqdan sonra və insanların çoxu Müslim Aqilə bəyət etdikdən sonra Müslim Aqil Hüseynə məktub göndərir radiyallahu anhuya. Deyir ki, gəl artıq hər şey hazırlanıb. Fəxarəcəl Hüseynu İbn Ali radiyallahu anhumə fi yevmi tərviyə 8-ci gün tərviyə günü çıxır və kən Ubeydullah qad alimə məqam bihi Müslim İbn Aqil. فقال علي بهاني بن عروة فجيء به فسأل أين مسلم عقيل قال لا أدري. O Ubeydullah var idi, hansı ki Yezid onu təyin etmişdi. Deməli, o da bilirdi ki, yəni Müslim Aqil kimin evində olub? Məsələni bilirdi ki, həmən Hənini çağırdı. Hani İbn Urvanın evində idi. Çağırır, deyir ki, Müslim Aqil harada? Deyir ki, bilmirəm. Fənədə Məvlə müəqqilən fədəxəl aleyqə fəqalə həl ta'rifuhu? Qal na'am fəəsqıda fi yedi və arafə ənəl məsələ kən xid'a min Ubeydullah ibn Ziyad. Bilir ki, məsələ, yəni xidadı aldanmaqdır, ayaqda, yəni aldatmaqdır Ubeydullah ibn Ziyad tərəfdən və Ubeydullah ibn Ziyad ona deyir ki, Əynə Müslim, indi Müslimin aqlı haradadır? Fəqalə vallahi ləv kənə təhtə qədəm yərəfəhdə. Əgər deyir, Allah and olsun, əgər ayağımın altındadırsa, mən ayağımı qaldırmaram. Fədarabə Ubeydullah ibn Ziyad sünnə əmrə bi həbs. Ubeydullah ibn Ziyad onu vurur və sonra əmr edir ki, həbs eləsinlər onu. Və bələqəl xəbər Müslimin aqili. Xəbər Müslimin aqilə çatır. Kim idi o? Hüseynin, yəni elçisi deyək də belə. Fəqaləcə bi əlbət ələb və hasar Qasr Ubeydullah ibn Ziyad 4000 nəfərlə çıxır və Ubeydullah ibn Ziyadın yəni qəsrini əhatə edir, dövrəyə alır və xarac əhl-i Kufə məhu Kufə əhli onunla birgə çıxır. Və kən əndə Ubeydullah ibn Ziyad fi dəlikəl vaxt əşrafun nəs. O vaxt Ubeydullah ibn Ziyadın yanında şərəfli insanlar var idi. Belə vəzifəli deyək də. Fəqal ləhum xaddilun nəsə ən Müslimin ibn Aqil. Və onlar deyir ki, insanları Müslim aqildən çəkindirin. Və vəadəhum bil atay və xawf əxavafan bi ceyşəm və onlara yəni hədiyyələr, vədiyyə verdi və Şamın qoşunu ilə onları qorxuzdu. Yəni o böyüklər adi cəmaatı qorxuzdur ki, geri çəkilin. Fəsarul umara yuxaddiluna nəsə ən Müslim aqil və bu açıb əmirlər qoşunu geri çəkdirməyə başladılar. Və kən qad xarac bi arba'ati ələf və şüarun ya Mansur أمت فما زالت المرأة تأتي وتأخذ ولدها ويأتي الرجل ويأخذ أخاه ويأتي أمير القبيلة فينهى الناس
Və beləliklə 4000 nəfər idi və deyir, qadın gəlib öz uşağını götürərdi və ata gəlib öz uşağını, qardaşını götürür və qəbilənin başçısı insanların qadağan edir. Hətta ləm yabqa ma'hu illə 30 rəculə min 4000. 4000-dən 30 nəfər qalır. Və mə qabət şəms illə və müslim aqil vahdahu. Və gün batanda artıq tək qalır müslim aqil. Zəhəbə kullun nas anhu, hamısı onu buraxır. Və baqiyə vahidən yəmşi fi durubul Kufə, Kufənin yollarında tək qalır. La yədri əynə yədə bilmir ki, hara getsin. Fətaraqal bəbə alə imraat min Kindədən bir qadın qapısını döyür və ona deyir ki, su istəyirəm. Fəstəğrəbət minhu, thumma qalib ləhu mən əntə. O tərcüblərini qadın deyir ki, sən kimsə? Qalə ənə müslim aqil. Mən müslim aqiləm və axbarəhəl xəbər və annə nəsi xədalu və xəbər verir və deyir ki, insanlar onu yalqız buraxırlar və Hüseyin gələcək ləənnəhu ərsələ iləyhi ən əqdim fə ədxələthu indəhə fil beyti mücavir. Və qadın da onu yaxınlıqda bir evə daxil edir və ətəthu bilməyin, ona yemək və su gətirir və lakin vələdəhə qanə bi ixbar Übeydillah ibn Ziyad. Lakin qadının oğlu xəbəri Übeydillah ibn Ziyadə verir. Yəni yerini verir. Fə arsələ eləyhi 70 rəculən 70 kişi göndərir və onu mühasirə alırlar və qatələhum və fil nihayə istəsləm onlarla vuruşur və axırda təslim olur. İndəmə əmmənuhu fə uxidə ilə qasl imara ləzi fi Übeydillah ibn Ziyad. Yəni vaxt ona deyirlər ki, yəni əmin amanlıq veriləcək və onu əmrin evinə Übeydillah ibn Ziyadın qəsrinə aparırlar. Fələmmə dəxələ səələ Übeydillah ibn Ziyad ən səbəbi xuruci hədə və o daxil olanda Übeydillah ibn Ziyad onun çıxma səbəbini soruşur. Niyə görə belə çıxıb sizdə? Fəqalə bey'atun fi anaqil Hüseyn ibn Ali dedi ki, bizim boynumuzda Hüseyn ibn Ali üçün beyət var. Fəqalə ləhu və ona deyir ki, inni qatuluka, mən səni öldürəcəm. Qalə da'ni usli, deyir ki, qoy, mən tövsiyə edim. Qalə nəam, deyir ki, bəli. Avsi fəltəfətə fəvəcədə Ömər ibn Sa'd ibn Əbi Vaqqas. Ömər ibn Sa'd ibn Əbi Vaqqas. Fəqalə ləhu əntə əqrabun nəs minni rahimən. Yəni, qohumluq tərəfdən ona deyir ki, insanlar ən yaxınısan, usul ki, sənə tövsiyə edirəm. Fəəxədə fi canibinəddər və avsahu bi ən yursilə ilə Hüseyn bi ən yarcə. Ona tövsiyə edir ki, Hüseynə adam göndərsin ki, qayıtsınlar, gəlməsinlər Hüseyn. Fəarsələ Ömər ibn Sa'd rəculən ilə Hüseyn. Ömər ibn Sa'd, yəni Hüseynə adam göndərir ki, xəbər versin, bi ənəl əmrə qad inqada artıq məsələ qurtarıb və Kufə əhli aldadırlar. Və qali Müslim, kəlimətəl Müslim məşhur kəlməsini deyir, İrciyə bi əhlikə və lə yəğurrannəkə əhlül Kufə. Sən, yəni ailənlə qayıt, Kufə əhlinə aldanma, fə innə əhlül Kufə həqiqətən Kufə əhli qad kəzəbuk və kəzəbuni və leysə li kədibin ray. Onlar mənə də yalan danışıblar, sənə də yalan danışıblar və yalancının heç bir rəyi olmaz. Qutilə ində dəlik Müslim bu vaxtı onu öldürülür, Müslim Aqil. Arafa günü, 9-cu gün və kən Hüseyin qad xarəcə min Məkkə və Hüseyin də Məkkədən çıxmışdı. Tərviyə günü 8-ci gün Müslimin ölməzdən əvvəl, bir gün əvvəl. Sonra sahabələrin Hüseynə yəni, etiraz eləmələri çıxışında. Və kənə kəsiru minə sahabə qad xavalu mənəl Hüseyin ibn Ali minəl xuruc. Sahabələrin çoxu yəni, çalışdılar ki, mani olsunlar Hüseynin çıxmağına. Sahabələrdən Abdullah ibn Umar, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn As 3, Abu Said el-Xudri 4 və Abdullah ibn Zübeyir 5 və axuhu Muhammed ibn Hanifə, qardaşı Muhammed ibn Hanifə. Kullu haulayi, bunlar hamısı ləmmə alim ənə Hüseyin yuridu ən yaxruc ilə Küfə, Hüseynin Küfəyə çıxmanı istəyir. Nəhəvhu və həzihi əqvalu ba'dihim, onları onu qadağan edirlər, çəkindirirlər. Bu da onların bir bəzi sözləridir. Abdullah ibn Abbas deyir ki, Hüseyin ləmmə ararı xuruc çıxmaq istədikdə, ləulə ən yəzriyə bi və bikən nəsu ləşəbbəttu yədəyyə fi rəsikə fələm ətrukə təzhəb. Əgər yəni, insanlar arasında bir pozorçuluq olması deyil, belə bir rüsvaçılıq kimi də, yəni əllərimlə sənin başından tutardım, səni getməyə qoymazdım. İbn Abbas deyir. İbn Ömər deyir ki, kən İbn Ömər bi Məkkədə fəbələğə ənə Hüseyin qad təvəccə ilə Əraq, ona xəbər çıxanda ki, yəni Hüseyin radiyallahu anhu İraqa tərəf yönəlib, ona çatır və deyir ki, hara istəyirsən, hara getmək istəyirsən, deyir ki, İraqa. Və axrəcə ləhul kutubu ləti arsələt minəl İraq, yu'linə ənəhum ma'ahu və qal, hədi kutubu və bey'atuhum. Qad qarruhu radiyallahu anhu və ardahu. Və Hüseyin radiyallahu anh məktublarını, İraq əhlinin məktublarını ona göstərir. Yəni, onlar elan edirlər ki, ona beyət ediblər. İbn Ömər deyir ki, lə tə'tim fəəbəl Hüseyin illə ən yətəb. İbn Ömər deyir ki, yəni onlara getmə, amma Hüseyin radiyallahu anh isə boyun qaçırdı.
Qal İbn Ömər İbn Ömər deyir ki, inni muhaddisuk hadisən. Mən sənə bir hədis danışam. İnnə Cibril ətən Nəbi s.ə.v. Cəbrəl əleyhissalam deyir ki, Peyğəmbər s.ə.v. gəldi. Fəxəyyərə beynə dünya və axirə. Onu dünya ilə axirət arasında seçim verdi. Peyğəmbər s.ə.v. deyir, axirəti seçdi. Dünyanı istəmədi. Və innəkə bid'atun min sən deyir, ondan bir hissəsən. Vallahi la yəlihə əhədun minkum əbədən. Və mə sərəfəhə Allahu ankum illə lilləzi huvə xayrun ləkum. Fəəbə ən yərcə fəətənəqəhu Abdullah ibn Ömər və bəkə və qal əstəvdi'uqəllaha min qatil. Yəni, sonra deyir ki, yəni qayıtmağı tövsiyə edir və onu qucaqlayır Abdullah ibn Ömər və ağlayır və deyir ki, yəni ölmək olacağında kimi onunla vidalaşır. Abdullah ibn Zübeyir qalib Hüseyin, əynə təzhəb, hara gedirsən? Təzhəbu ilə qavmin qətəlu əbəkə və ta'anu əxaq. Yəni sən o insanların yanına gedirsən, atanın da, qardaşını da öldürüblər. Lə təzhəb, getmə. Fəəbəl Hüseyin illə yəxruc və Hüseyin deyir, yəni getməyi qərar verdi. Əbu Said el-Xudri. Qalə ya Əbə Abdillah, inni ləkə nasrun. Ey Əbə Abdillah, mən sənə nəsiyyət edirəm və inni aleykum müşfiqun. Mən sizə görə qorxuram. Qad bələğən ənəu qad kətəbəkum qovm min şiatikum bil kufə yəd'unəkə iləl xuruc iləyhim. Yəni, mənə xəbər çatıb ki, İraqlılar, küfəllər məktub yazıblar, çıxmağı çağırırlar və onlara qarşı çıxma. Fə inni səmiyyətə əbəkə yəqul fil kufə. Mən küfədə atanın dediyini eşitmişəm ki, vallahi ləqad mələltuhum və əbğadtuhum və əl-məllun və əbğaduni. Yəni, mən onlardan bezdiyim və onlara nifrət etdim. Onlar da məndən bezdilər, deyim, mənə də nifrət etdilər. Və mə yəkun minhum vəfəun qat. Onlarda heç vaxt vəfa olmayıb. Və mən fəzə bihim fəzə bis-səhmil əxib. Vallahi mə ləhum niyyətun və lə azmun alə əmrin və lə sabrun alə seyfin. Hətta bu Alidən sözlərdir ki, vallahi onların nə niyyətləri var, nə qətiyyəti var bir işdə, nə də ki, qılınca səbri vardır. Firazdaq şair və dəlikə bə'də xuruc Hüseyin. Burada Firazdaq şairdir. Hüseyin çıxandan sonra onunla görüşür. Deyir ki, minəynə, haradan qalə minəl İraq. İraqdan qalə, keyf halu əhl-i İraq. Deyir ki, İraq əhlinin halı nədir? Qalə, qulubuhum ma'akə və suyufu ma'a bəni Umeyyə. Deyir ki, onların qəlbləri səninlədir, qılıncları isə bəni Umeyyə ilədir. Fəəbə illə ən yaxruca, yenə deyir, çıxmağı davam etdi. Və qalə, Allahul Müstən, deyir ki, Allahul Müstən. Və bələqəl Hüseyin xəbər Müslim Aqil. Hüseyin radiyallahu anh, Müslim Aqilin ölməsini xəbər çatdı. O elçisi tərəfdən fəhəmməl Hüseyin ən yərcə fəkəlləmə əbnəv Müslimin Aqil və qalu, lə vallahi lə narcə. Yəni, onda deyir, Hüseyin radiyallahu anh qayıtmağı düşündü. Amma deyir, Müslim Aqilin oğulları dedilər ki, yox, vallahi qayıtmayacaq, hətta deyir, atamızın intiqamını almayacaq. Fənəzəl alə rayihim və Hüseyin radiyallahu anh onların rəyini götürdü və bədən Əlim Ubeydullah İbn Ziyad bi xurucul Hüseyin əmr el-Hurr ibn Yazid ətəm ən yaxrucu bi əlfi rəculun müqaddimətən yəlqal Hüseyin fi tarih. Sonra Ubeydullah İbn Ziyad da bunu biləndə Hurr ibn Yazid Təmimini 1000 nəfərlik qoşunla Hüseyni qarşılamağa göndərdi. Fələqil Hüseyin Qayyəmin Qadisiyə yaxın bir yerdə onu qarşıladı. Qalləhül Hurr ona dedi ki, ilə eynə yə İbn binti Rasulullah, Rasulullahın qızının oğlu. Hara gedirsən? Deyir ki, İraqa. Qalə fə inni əmrkən tərci, mən sənə əmr edəcəyim ki, sən qaydasan. Və ən lə yəbtəlinilləhu bikə, yəni Allah Teala məni səninlə imtihanı çəkməsin. İrci min heythə əteyt, haradan gəlirsən oraya get. İzhəb ilə Şəm, Şama get, ilə heythə Yazid, Yazidin olduğu yerə, lə tuqdim ilə Kufəyə getmə. Fəəbəl Hüseyin dəlikə, Hüseyin boyun qaçırdı, thümmə cəalə Hüseyin yəsiru cihədil İraq. Sonra yəni İraq tərəfə getməyə başladı. Və sarı Hurr ibn Yazid yuakisu, yəni Hurr ibn Yazid isə onu əks tərəfdə idi və yəni ona mane olurdu. Hüseyin ona dedi ki, ibtaid ənni. Anan sənə itirsin deyə, məndən uzaqlaş. Fəqal əl-Hurr ibn Yazid, Hurr ibn Yazid dedi ki, vallahi ləv qaləhə qayrukə minəl-Ərab ləqtasastu min və min ummihi. Əgər vallahi and olsun ki, əgər bunu səndən başqa bir ərəb desəydi, mən ondan və anasından intiqam alardım, qısas alardım. Və lakin mədə aqul və ummuka seyyidətun nisəl aləmin. Lakin mən nə deyim, sənin anan bütün aləmlərin qadınlarının ağasıdır. Hüseynin Kərbalaya çatması. Əndə dəlik imtənəfsə ən məsir və bu vaxtda Hüseyin yəni gedişini qarşı alındı. Thumma cəət müəxirət ceyş və kənə ədədum 4000 fi qiyət Umar ibn Sa'd və kənə Hüseyin fi məkən yuqal ləhu Kərbələ. Hüseyin deyil, Kərbələ deyilən yerdə idi və 4000'lik qoşunla Umar ibn Sa'd gəldi. Onlar soruşdu, bu nədir? Qalu Kərbələ. Dedi, Kərbəladır, dedilər. Və qalə Kərbun və bələ. Dedi ki, Kərbun və bələ. Kərb dərtkəmdir, bəladır, bəladır da. Kərbələ. Kərbələ, yəni Kərbun və bələ. Dərdə bələ. Və ləmmə vəsələ ceyşü Umar ibn Sa'd kəlləmən Hüseyin.
Ömər ibn Saadın ceyşi qoşunu çatdıqda Hüseyni danışdırır və əmarahu ən yədhə ma'ahu ilə l'Iraq, əmr edir ki, onunla birlikdə İraqa getsin, Abdullah ibn Ziyad olan yerə, o da boyun qaçırır. Və ləmmə ra'a ennəl əmrə ciddun, görəndə ki, məsələ ciddidir. Qal li Ömər ibn Saad, Ömər ibn Saad deyir ki, inni yuxayyiruqə beynə sələtəti umur. Mən səni 3 iş arasında yəni seçim verirəm, onlardan istədiyini seç. Deyir ki, nədir onlar? Əntədəni ərci, yəni imkan ver, qayıdım. Av ədəbə ilə təqrim min soğur müslüman, yaxud da ki, müsəlmanların yəni keşiş çəkdiyi yerlərdən birinə gedim. Av ədəbə ilə Yezid, yaxud da Yezidə gedim. Əl-əv yədi fi yədi bişəm, əlimi onun Şamda onun əlinə qoyum. Yəni, beyət edin. Fəqalə Umar ibn Saad, naam. Arsil əntə ilə Yezid və ursil ənə ilə Ubeydillah ibn Ziyad. Və nandur mədə yəkunu fil əmr. Deyik, Umar ibn Saad deyir ki, sən yəni Yezidə göndər, mən də Ubeydillah ibn Ziyada göndərim, baxaq məzə yəkunu fil əmr, məsələdə nə olur? Fələm yursil Hüseyin ilə Yezid, Hüseyin Yezidə göndərmir və Umar ibn Saad isə Ubeydillah ibn Ziyada göndərir. Fələm məcəə Rasul ilə Ubeydillah ibn Ziyad, yəni nə vaxt deyir, elçi Ubeydillah ibn Ziyada gəlir və xəbəri ona verir və Hüseyin deyir ki, mən sizə 3 şey arasında ixtiyar seçim verirəm. Radiya Ubeydillah ibn Ziyad. Ubeydillah ibn Ziyad bununla razılaşır. Ey vahidə yaxtaruhul Hüseyin. Yəni bunlardan birini Hüseyin seçsin. Və kənə əndə Ubeydillah ibn Ziyad racun yuqallahu Şimr ibn Zilcəvşən. Ubeydillah ibn Ziyadın yanında Şimr ibn Zilcəvşən adında birisi var idi. Və kənə minəl muqarrabini min Ubeydillah ibn Ziyad. Yəni onun yaxın adamlarından idi Ubeydillah ibn Ziyadın. Fəqalə lə vallah həttə yənzilə alə hükmü. Vallahi yoxdur, o sənin hökmünə inməlidir. Yəni Hüseyin sənin hökmünə inməlidir. Fəxtərə onunla deyə o qürurlanır Ubeydillah ibn Ziyad. Onun asığı ilə aldanır. Nəm, hətta yənzilə alə hükmü. Yəni bəli, o mənə hökmünə inməlidir. Yəni Küfəyə gəlməlidir. Mən oradan o Şama, yaxud Mədinəyə, yaxud da ki, müsəlmanların keşiş çəkdiyi yeri göndərəcəyəm. Fəqamə Ubeydillah ibn Ziyad bir risəli Şimr ibn Zilcəvşən. Ubeydillah ibn Ziyad o Şimri göndərib və qal İzhəb hətta yənzilə alə hükmü. Get, o deyir, hətta mənim hökmümə eninə qədər. Fəin radiyə Umar ibn Sa'd və illə fəəntəl qaidi məkənəhu. Deyir, Umar ibn Sa'd hansı qoşunun əvvəl başçısı razı oldu, olmadı, sənin qoşunun başçısısan. Və kənə Ubeydillah ibn Ziyad qadı cəhəzə Umar ibn Sa'd bi-ərbat ələf yətəbihim ilə ray. Və deyir ki, Ubeydillah ibn Ziyad Umar ibn Sa'd yəni 4 minlik qoşunla hazırlamışdı ki, onu rəy hərəkət fəqalləhu iqdi əmrül Həseyn və idhəb ilə ray. Ray yerin adıdır desən. Deyir ki, Hüseyin məsələsini yəni, bitir və sonra raya gəl. Və kənə qad vaadahu bi vilayəti ray və ona ray deyilən yerin vəliliyini yəni vəd vermişdi. Fəxaracı Şimr ibn Zilcəvşən ilə Heyf Hüseyin. Amma həmən Şimr ibn Zilcəvşən Hüseyin ibn Alini və Hurr ibn Ziyad olduğu yerə və Umar ibn Sa'd olduğu yerə gəlir. Fələmmə cəəl xəbər ilə Hüseyin, xəbər Hüseyin şətanda və ənəv la buddə ən yənzilə alə hükmü Ubeydillah ibn Ziyad, yəni o Ubeydillah ibn Ziyadın hökmünə inməlidir, inkar edir. Hüseyin radiyallahu burada boyun qaçırır. La vallah la ənzilə alə hükmü Ubeydillah ibn Ziyad əbədə. Mən heç vaxt Ubeydillah ibn Ziyadın hökmünə inmərəm. Və kənə adud ləzim azfəyin isneyn və səbunə fərisən. Hüseyin radiyallahu birgə olanların sayı 72 atlı idi. Və ceyşül Kufə 5,000. Amma Kufənin qoşunu isə 5.000 idi. Və ləmmə təvaqqafəl fəriqan qalə Hüseyin li ceyş ibn Ziyad. Nə vaxt ki, 2 dənə dəstə dayanır, Hüseyin ibn Ziyadın qoşuna deyir ki, Raciu anfusakum və hasibu və özünüzə qaydın və özünüzə hesaba çəkin. Həl yaslı öləkum qətəlun misli, mənim kimisi ilə vuruşmaq olarmı? Və ənə ibn binti nəbi, mən sizin Peyğəmbəriniz qızının oğluyam. Və leysə alə vəcil ardı ibn binti nəbiyin qeyri. Yəni, yer üzərində, yəni qızın oğlundan, məndən başqa qızın oğlu yoxdur. Fəqət qal Rasulullah s.ə.v li və li əxi artıq Peyğəmbər mənim üçün və qardaşım üçün demişdir ki, bunların ikisi cənnət əhlinin cavanlarıdır, cavanların ağasıdır. Və sonra yaxutum alə tərki əmri Ubeydillah ibn Ziyad və onları həvəsləndirir ki, qoşunu Ubeydillah ibn Ziyadın əmrini tərk etsinlər və özlərinə qoşulsunlar. Fəndamə Hüseyin minhum tələsin. Onlardan da qoşundan 30 nəfər də Hüseynə qoşulur. Və yuhimmu əl-Hurr ibn Yezid التميم الذي كان قائد مقدم الجيش أبي الله بن زياد فيقيل للحر بن يزيد أنت جئت معنا أمير المقدم والآن تذهب إلى Hüseyin və o da, yəni Hurr ibn Yezid də belə bir fikrə düşmək istəyir və ona deyirlər ki, sən deyir ki, qoşunun başçısı olaraq
gəlmirsən, sən indi Hüseyin tərəfə keçirsən. Fəqal vayhakum Allah inni uxayyiru nəfsi beynəl cənnəti və nar. Mən nəfsimi cənnətlə cəhənnəm arasında bir seçim vermişəm. Vallahi la axtaru aləl cənnəti və ləv qutti'tu və afriqtu. Mən cənnətdən başqasını seçmərəm, hətta öldürülsəm də, yandırılsam da. Bə'də dəlikə salləl Hüseyin zuhr vəl asr min yevmil xamis. 4-cü günü Hüseyin radiyallahu anhu zöhrlə əsri qılır. Sallə bil fəriqeyni bi ceyşi Ubeydullah ibn Ziyad və billəzi ma'ahu. Həm qoşuna, həmçində öz adamlarına imamlıq edir. Və kənə qalə ləhum minkum imamun və minnə imam. Qal la bəl nusalli xalfəqə. Demişdi ki, sizdən bir imam olsa, bizdən bir imam. Allah dedilər ki, yox, biz sənin arxanda namaz qılacağıq. Harada qaldı? Orada fasallu xalfə Hüseyin və Hüseynin arxasınca zöhrü əsr qılırlar. Fələmmə qarabə vaqtul məğrib, məğrib vaxtı yaxınlaşanda təqaddəm bi xuyulum nəhvəl Hüseyin. Atları ilə Hüseyin tərəfə yönəlirlər. Və kənə Hüseyin muhtəbiyyən biseyfihi fələmmə rəahu və kənə qad nəmə qalilən qalə mə hədə qalu ənəhu təqaddəm fəqal idhəbu iləyh fəkəllim və qulu ləhu mədə yuridun. Və görəndə ki, onlar yaxınlaşıblar, deyir ki, bu nədir? Deyir ki, onlar yaxınlaşıblar, deyir ki, onlara danışdırın ki, bu nə məsələdir? Nə istəyirlər? Fədəbə 20 fərsi minhum Əl-Abbas ibni Ali ibni Əbi Talib və onlardan 20 nəfər atlı gedir. Abbas ibn Ali ibn Talib, Axul Hüseyin, Hüseynin qardaşı, fəkəlləmuhum və səəluhum, onlara danışırlar, onlardan soruşurlar. Qalu immə ən yənzil alə hükmü Übeydullah ibn Ziyad və immə ən yuqatə. Ya o emməlidir hökmünə, Übeydullah ibn Ziyadın hökmünə emməlidir, yaxud da ki, vuruşulmalıdır. Qalu həttə nuxfir Əbi Abdillah, dedilər ki, onda biz Əbi Abdillah Hüseyni xəbər verək. Fərəcə ilə Hüseyin Hüseynə qayıdırlar. Və xəbər verirlər və fəqalə qulu ləhu əmhilunə həzi leylə. O deyir ki, onlara deyin ki, bu gecə bizə möhlət verin. Və qadən nuxbirukum həttə usalli li Rabbi və sabah sizə xəbər verəcəm, həttə Rəbbim üçün namaz qılın. Fə inni uhibbu ən usalli li Rabbi təbarəkə və ta'ala, mən Rəbbim üçün namaz qılmaq istəyirəm. Fə bətə leylətə və tilkə, o gecəni namazla keçirdi və istiğfarla Allah ta'ala dua edərək və mən mə'ahu, o və onunla birlikdə olanlar. Vəqatü tifti yaxtafdı vaqəsi. Fi sabah yevmül cümə şəbbəl qital beynəl fəriqeyn. Cümə günün səhərində, yəni 61-ci ildir. Səhərində döyüş başladı iki tərəf arasında. Ləmmə rafadəl Hüseyin, nə vaxt ki Hüseyin, yəni əsir düşməyi boyun qaçırdıqdan sonra. Və kənəti kiffətən qeyr mütəfəfiyyətən. Bu tərəzinin gözləri bərabər deyil. Bir tərəfdə 5000, o bir tərəfdə isə Fəra əshabul Hüseyin ennəhum la taqatləhum bi hədəl ceyş. Hüseyin radiyallahu anh yoldaşları görəndə ki, artıq onların bu qoşunla döyüşməyə taqəti yoxdur. Fəsarahimə həmmuhum əl-vəhid əl-mevt. Onların bir dənə fikri ölüm idi Hüseyin radiyallahu anh qarşısında. Fəasbahu yamutunə beynə yedəl Hüseyin radiyallahu anh vəl-vahidil vəl-axar və Hüseyin radiyallahu anh qarşısında bir-birinin ardınca ölürdülər. Fənəv cəmiyyən və ləm yabqa minhu əhədun illəl Hüseyin və onlardan yalnız Hüseyin qaldı. Və bəqiyyəl Hüseyin bədə dəlikə nəharan tavilən, bundan sonra Hüseyin gün uzunu qaldı. Lə yuqdim aleyh əhədun, ona tərəf heç kim gələ bilmirdi. Hətta yərcə lə yuridən yübtələ bi qatlihi radiyallahu anhu. Yəni, heç kəsli onu öldürməklə imtihan çəkilmək istəmirdi. Və istəmərlə hədəl əm, hətta cə, bu iş davam etdi, hətta da ki, Şimmir ibn Zülcəvşən gəldi və sahibin insanlara qışqırdı. Vay hakum səkilətkum ummahatkum, analarınız sizi itirsin, vay olsun sizə. Əhitu bihi, onu devrəyə alın və öldürün. Fəcə və hasaru Hüseyin ibn Ali və gəldilər Hüseyin Əlini mühasirə aldılar. Fəsara yəcul beynəhum biseyf, onların arasında yəni qılıncı ilə dövrən fırlanırdı və arda fəqutilə minhum mən qatil və kənə kəssəbu və ləkinnələ kəsrə təğlibu şəcəə yəcul beynəhum biseyf və radiyallahu anhu və arda həttə qatilənət Hüseyin radiyallahu anhu onlar arasında gəzirdi qılıncı ilə və onlardan bacardığını öldürdü. Yəni səbr kimi idi. Səbr da bir vəhşi, yəni aslan kimi idi. Lakin çoxluq deyir, azlığa, şücaətə qalib gəlirdi. Çoxluq təğlibu şəcə. Və sahibihim Şimir Müzülcən və yəhək mədə tantadirun. Və dedi ki, yəni o Şimir Müzülcəvşən qışqırdı ki, nə gözləyirsiniz? İrəlliyin. Və təqaddəm ilə Hüseyin və Hüseynə qarşı irələrdə fəqətəluhu radiyallahu təbarək və teala anhu vəlləzi bəşirə qatl Hüseyin huvə Sinan ibn Ənəs ən-Nəxayə və onu öldürdülər və onu birbaşa öldürən Sinan ibn Ənəs ən-Nəxayə idi. Və həzzə rəsə o başını kəsir və qilə innəlləzi qatələhu Şimir Zülcəvşən qabbəhəhullah
və deyilmişdi ki, onu öldürən həmən Şimr ibn Cövşəndir, belə bir rəydə var. Əsas məşhur budur, Şimr ibn Cövşən və Allah onu rüsva eləsin. Və bə'dən qutlə Hüseyn o öldürüldükdən sonra Humilə rasuhu ilə Übeylə ibn Ziyad, onun başı Übeylə ibn Ziyadə gətirilir Küfəyə. Fələmmə vəsələ rasu ilə Übeylə ibn Ziyad və baş gətirildikdən sonra Übeylə ibn Ziyadə cəalə yanqutu bihi ey yadri, onu başını vurmağa başlayır. Və ma'hu qadibun yudxilu fi fəmil Hüseyn, əlində bir çomaq var idi, çubuq kimi, onu Hüseyin ağzına daxil edirdi. Və yəqul inkənə لحسن الثغر فكان أنس بن مالك جالس فقام وقال والله لا أسوءنك لقد رأيت رسول الله صلى الله عليه وسلم يقبل موضع قضيبك من فيه. Və sonra deyir ki, Ənəs ibn Malik deyir ki, cəlisən, oturmuşdu orada, deyir ki, vallahi səni pis hava salacağım, artıq mən gördüyüm Peyğəmbər salsam, sənin o çomaq qoyduğun yeri, o ağzını yəni öpərdi. Qal İbrahim Nəxər radiyallahu anhu, ləv kuntu fīmən قتل الحسين ثم أدخلت الجنة لاستحييت أن أنظر إلى وجه رسول الله صلى الله عليه وسلم. İbrahim Nəxəy deyirdi ki, əgər deyik, mən Hüseyin radiyallahu anh öldürənlərdən olsaydım, sonra əgər cənnətə daxil edilsəydim, mən deyib Peyğəmbər sallallahu əleyhi və səlləm üzünə baxmağa utanardım. Mən qutləmə Hüseyin fi vaqatda. Həmin hadisədə Hüseyinlə birlikdə kim öldürüldü? Sözün dəlilləri bir tutmada, qarşı tutmada yəni. Tarih türüldür, yaşlılar qalsın kim öldürülür, sahabilərdən, hakimlərdənsə. Məhkum hürcül Hüseyin, yəni Hüseyin radiyallahu anh çıxışının hökmü. Ləm yokun fi xuluc Hüseyin radiyallahu anhu lə maslaha din və lə maslaha dünya. Hüseyin radiyallahu anh bu çıxmasında nə dini, nə də dünyavi bir xeyir var idi. وَلِذَٰلِكَ نَهَوْ أَكَابِرُ الصَّحَابَ فِي ذَٰلِكَ الْوَقْتِ. Buna görə deyir ki, sahabələrin, böyük sahabələr onu qadağan etmiş, çəkindirmişdi. Bəl bihədəl xuruc nələ uləykə zələmət tuğad min sibti Rasulullah s.ə.v həttə qataluhu məzlumən şəhidən. Hətta deyir ki, onun çıxması ilə, yəni o zalimlar Peyğəmbər s.ə.v nəvəsini öldürdülər, məzlum şəhid alındı. Və kənə fi xuruci və qatli minəl fəsəd və onun çıxmasında və öldürülməsində elə bir fəsad var idi ki, mələm yəkun yəhsulləv qadə fi bələdihi, ölkəsində otursa belə bir fəsad olmazdı. Vələkinnəhu əmrullahi təbarək və teala. Mə qaddərallahu təbarək və teala kənə və ləv ləm yeşəyin nəs. Yəni, bu da ki, Allahın işidir. Allah Teala'nın təqdir etdiyi olmalıdır, insanlar da istəməsə də. Və qatl Hüseyin leysə bi'adə min qatl ənbiyə. Hüseyin radiyallahu anh öldürülməsi, Peyğəmbərlərin öldürülməsindən daha da böyük deyildir. Və qad quddimə rasu Yahya ibn Zəkəriyyə salavatullahi və səlam aleyhi məhran li bəği. Yəni, deyir ki, artıq deyir, Yahya ibn Zəkəriyyənin, Peyğəmbərin başı kəsilərək, yəni bir zinakara mehir olaraq verilmişdir. Və qutilə Zəkəriyyə öldürülmüşdür və aradu qatlə Musanı öldürməyi istəmişlər və aradu qatlə İsanı da öldürmək istəyirlər və qatalu qeyra minəl ənbiyə, başqa peyğəmbərləri də öldürürlər və qədəlikə qutilə Ömər və Osman, həmçinin Ömər də öldürülür, Osman da öldürülür və Əli də öldürülür və haylə kullum afdal minəl Hüseyin, bunların hamısı Hüseyndən də əfsəldir. وفلذلك لا يجوز للإنسان إذا تذكر مقتل Hüseyin أن يقوم باللطم والشق وما شابه ذلك. Buna görə insana yaraşmaz ki, onun ölümünü xatırlayanda sinəsini cirirsin, üzünü vursun, bu kimi şeylər. Bəl kullu hədə mənhiyun anhu, bütün bunlar hamısı qadağan olunub. Fə inə Nəbi sallallahu qal leysə minnə mən latamal xudud və şaqqal cuyub. Yəni üzlərini vuranlar, yanaqlarını cıranlar və sinələrini cıranlar bizdən deyildir. Və qal sallallahu ənə bərim minəs saliqati vəl haliqati və şaqqa. Mən deyir, başını qırxandan, sinəsini cırandan uzağam. Saliqa həmçinin o mərsi oxuyandan, yəni qışqırandan. Vəl haliqa hansı ki, başını qırxır və şaqqa da sinəsini cırar. وقال صلى الله عليه وسلم إن الناح إذا لم تتوب فإنها تلبس يوم القيامة درعا من جرب وسربال من قطران. O hansı ki ölü üzərində ağlayana qiyamət günü qoturdan bir paltar geydirilir. فَلَوَاجِبَ عَلَى مُسْلِمْ إِذَا جَاءَتْ أَمْثَلْ هَذِهِ الْمَسَائِلِ أَنْ يَقُولَ كَمَا قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى. Və müsəlmana vacibdir ki, belə bir məsələlər, müsibətlər olduqda Allah Teala'nın dediyi kimi desin: "Əllezîne izâ asâbethum musibetun qâlu inna lillahi və inna ileyhi râciun." İnsanların Hüseyin radiyallahu anh ölümündə olan mövqeyi. Ənəs fi qatl Hüseyin aleyhissalam təvaif. İnsanlar Hüseyin radiyallahu anh ölümündə 3 tayfadır. Birinci tayfa yaravun ənə Hüseyin qutilə bi haqqin. Birinci tayfa olur ki, Hüseyin radiyallahu anh haqqı ilə öldürülüb.
Və ənəhu kənə xaricən alil-imam. O imama qarşı idi. Və aradan yeşuq asla müsəlmanların birliyini qırmaq istəyirdi. Və qalu, dedilər ki, qal Rasulullah s.ə.v. Mən cəəkum amrukum alə raculun vahid yuridə ən yufəriqə cəmaat fəqtulu. Onlar dəl gətirilər Peyğəmbər hədisini. Yəni sizdən sizə qarşı biriniz gələrsə, sizin əmriniz bir kişinin üzərində toplaşıbsa və cəmaatını parçalamaq istəyirsə, onu öldürün. Kimliyindən asılı olmaya. Və Hüseyin arada ənifədə cəmaat müslimin, Hüseyin deyil müsəlmanların dəstəsini, cəmaatını ayırmaq istəmişdi və Peyğəmbər s.ə.v. demişdi, kimliyindən asılı olmaya öldürün. Və onun öldürülməsi də səhihdir və həzə budur nasibilərin sözüdür. Nasibilər kimdir? Rafizlərin əksidə. Rafizlər əhl-i beyti işdirənlər, nasibilər isə əhl-i beyti alçanı ifrad edənlər. Bunlar nasiblərin sözüdür. İkinci tayfa odur ki, onlar şiyələrdir. Qalu humul imam, huvel imamul-ləzi təcib taatu, imamdır, itaati vacib olan və kən yecib ən yüsəllimə iləyil amr və iş ona təslim olunmalıydı. Üçüncü tayfa odur ki, onlar əhl-i-sünnə vəl-cəmaədir. Yəni, Hüseyin radiyallahu anh məzlum öldürülüb. Və ləm yəkun mütəvəlliyən lil-əmri, ey ləm yəkun imamən. O imam deyildi. Vəli deyildi. Necə ki, bidətçilər deyilər. Və lə qutilə xariciyyən radiyallahu anhu bəl qutilə məzlumən şəhidədir. O, çıxaraq da öldürülməyib. Yəni, Yezidə qarşı çıxaraq da öldürülməyib. O, məzlum olaraq öldürülüb. Peyğəmbər s.ə.v buyurur ki, Əl-Həsən və Hüseyin seyyidə şəbəbil əhl-i cənnə. Onların ikisi Hüseyin də, Həsən də, yəni cənnət əhlinin, cavanlarının ağalarıdır. Və dəlikə ən Hüseyin arada rücu. Nəyə görə? Çünki Hüseyin oradan qayıtmaq istəmişdir. Abu Zəhəb ilə Yezidə getmək istəmişdir Şama. Və ləkinnə onlar, yəni mani olmuşlar. Hətta deyir ki, istəmişlər ki, İbn-i Ziyad üçün onu əsir tutunlar. Yezidin Hüseynin öldürülməsində olan mövqeyi. Ləm yakun Yezid yədun fi qatl Hüseyn. Yezidin bu məsələdə əli olmayıb. Və leysə hədə difa'an Yezid. Bu Yezidi müdafiə etmək deyildir. Və ləkinnə difa'an bu haqqı müdafiədir. Arsıl Yezid Ubeydullah ibn Ziyad liyəhulə beynə Hüseyn və al-usul ilə Küfə. Yəni, o Yezid Ubeydullah ibn Ziyadı göndərib ki, yəni Hüseynlə Küfə arasına girməsi mani olsun da, onu öldürməyə əmr etməmişdi. Bəl Hüseyn nəfsu kənə hüsnə zanni bi Yezid. Hətta əksinə, Hüseyn özü Yezid barəsində gözəl zəndə idi. Hinə qalə də'uni əzhəb ilə Yezid fəadav yədəyi fi yədəyi. Demişdi ki, qoyub mən gedim, əlimi onun əlinə qoyum, yəni beyət edim. Qalə Şeyh İslam İbn Teymiyyə deyir ki, İnnə Yezid ibn Muaviyyə ləm yəmur bi qatl Hüseyn. İbn Teymiyyə rəhmələ buyurur ki, Yezid ibn Muaviyyə Hüseyni öldürməsini əmr etməmişdir. Bütün ittifaqa görə. Və lakin kətəbə ilə İbn Ziyad ən yəmnəuhu an vilayət İraq. Prost İbn Ziyadə yazmışdır ki, yəni onun İraqın valisi olmağını qoymasın. Və ləmmə bələqə Yezid qatl Hüseyin, Hüseynin ölümü Yezidə çatanda o ağrı izhar etdi, hiss etdirdi. Və zaharal buka fi dari və onun evində, həyəsində ağlaşma ortaya çıxdı. Və ləm yəsbi ləhum harimən bəl əkram əhl-i beyti və əcəzəhum həttə raddəhum ilə bilədiyim. Onlardan heç kimin ailəsindən nə yəni səbi, yəni cariyə tutdu, onun əhl-i beytinə ikram etdi və onlara öz ölkəsinə qayıtmağa icazə verdi. Əmmə rivayət fi kutub-i müftədiyə bidət əhlinin kitablarında gələn rivayətlə gəldikdə isə ənə uhinə nisə əhl-i beyt, yəni orada gəlir ki, Peyğəmbər s.ə.v-in əhl-i beytinin qadınlarına alçaldıldı və ənəhunə uxidə ilə onlar Şama, yəni cariyə kimi götürüldülər və uhinnə hunəkə hədə kullu kələm. Bunlar hamısı batil kəlamdır. Bəlkənu Bənu Umeyyə, yəni hətta deyir ki, Bənu Umeyyə, Bənu Həşimi deyir, təzim edirdilər. Və lidəlikə ləmmə təzəvvəcəl Həccac ibn Yusuf Fatıma binti Abdullah ibn Cəfər ləm yaqbəl Abdülməlik ibn Marvan hədəl əmr və əmrə Həccac ən yətəzilə və yutalliqəhə fəhum kənu yuazzimunə Bəni Həşim bəl ləm tüsbə Həşimiyyə. Yəni onlar təzim edirdilər. Onlar heç biri, yəni səbi olaraq, yəni cari olaraq götürülməmişdir. Həmçində Haşimiyyət qadınları, yəni hörmətli olaraq, izzətli idilər. Fəl-kələmü-ləzi yuqal an Yezid ənəhu səbən-nisə əhl-i beyt, yəni Yezid barəsində olan kəlam ki, o qadınları, əhl-i beyt qadınlarının yəni cariyə tutmuşdur. Bu batil, yalan bir kəlamdır. Və məzukir ənə Rasul Hüseyin arsilə ilə Yezid fədə aydan ləm yəsud, həmçinin onun başını, Hüseyin radiyallahu başını Yezidə göndərilməsi, bu da sabit olmuyor. Bəli, innə Rasul Hüseyin bəqiyə əndə Ubeydullah fi Kufə, onun başı Ubeydullahda qalmışdı, Ubeydullah ibn Ziyadda. Və dufin Hüseyin və lə yu'ləm qabruhu, və deyir ki, o bastırıldı, onun qəbri bilinmir hardadır. Ona indi görsən, 3 yerdə, Misirdə deyirlər, Şamda deyirlər, İraqda deyirlər. Ubeydullah ibn Ziyadda Onu götürmədim.
Yazmırlar o dəlil nədir? Dəlil nə? Dəlil yox idi. Bizə İslamı dəlil yox idi. Dəlil yoxsa sahabələr artıq nə etmiş? Sahabələr qadağan etdilər ki, belə yaramazsın. Nəbəyə götürür ki, o olmalı. Hı? Şeyin nədə?